Deməli, Abbasqulu Ağa Bakıxanov Məhərrəmlik ayında Məkkədə səfərdə olur, ziyarətdə olur. Həmin vaxtı Məkkəyə təntənə ilə, dəbdəbə ilə gələnlərdən biri də İran vəliəhdi olur. Onlar deməli Aşura gününü Məkkənin bir addımlığında qarşılayırlar. Təsadüfən Abbasqulu Ağa Bakıxanovun yolu o vəliəhdin çadırının qabağından düşür. Baxır ki, çadırın üzərində böyük hərflərlə yazılıb ki, bu Sərbazu əsas şahzadə olaydı kaş o damda Kərbəlayda. Yəni özü nəzərdə tutub Kərbəla hadisələrinə işarə edir ki, o vaxt kaş Kərbəlada olardım. Abbasqulu Ağa Bakıxanov yazının altından yazır ki, büsat-ı cəng olan sahət qaçardı, qoyardı sərvəri dini aradə. Və bunu vəliəhdə çatdırırlar. Abbasqulu Ağa Bakıxanovu tutub vəliəhdin deməli qarşısına gətirirlər. Vəliəhd onun haqqında qətl fərmanı verir. Abbasqulu Ağa Bakıxanov ondan namaz qılmaq arzusu ilə bir neçə dəqiqə icazə alır. Namaz sözünü eşidən vəliəhd Abbasqulu Ağaya icazə verir və Abbasqulu Ağa gedib çadırına öz general paltarını geyir, vəliəhdin çadırına gəlir. Abbasqulu Ağa Bakıxanovu general paltarında yüksək çar rütbəsində görən vəliəhd onun ayaqlarına düşür, yalvarır ki, ağa mənim günahımdan keç. Abbasqulu Ağa vəliəhdi ayağa qaldırır, deyir ki, mən səni bağışlayıram. Amma ağılla iş tutmağı unutma, hər şeydən qəzəblmək olma. Bəlkə mən general yox, adi bir insan idim. Mənim uşaqlarımı göz yaşlı qoymağı özünə necə rəva bilirdi?